Kanalımıza yeni bir videodan selam kanalıma ve videoma hamınız hoş gəlmisiniz. Bugün yeni bir vlog çəkirəm. Bugün 8 Mart'dır və indi saat 12:00'dır və indi səhər yeməyinə gedəcəyik. Səhər yeməyi üçün biraz gecə oldu, amma gec oyandığımız üçün, yəni bugün bazar günüdür. Nəysə, indi ailəvi gedirik səhər yeməyinə. Yəni ailəvi dediyində xalamcıyla falan gedirik. İndi biraz gecikirik, evdən çıxmalıyıq. Ona görə çox qısa bir başlıq çəkdim. Bu arada uşaqlar çoxdan video gəlmir. Həmişəcə o açıqlamam çoxdan video gəlmir. Çünki yəni elə bir video çəkmə həvəsimi biraz itirmişdim. Amma yəni bir anda geri video çəkmə pəriləri gəldi. Ona görə indi çəkirəm. İnşallah izləyicilərim bir yerə getməmisiniz. Çünki yeni vlog gəlir. Neyse, o zaman ne edirik? Çok geçmeden videomuza geçelim. Geldi, indi 2. mərtəbəyə çıxırıq. Həqiqətən məkanı çox bəyəndim. İndi yeməklərin dadına baxaq. Aa, bu nədir? Çörək. Şöyle. Pendir ben sasika var diyorsun. Biz Gəncəydəki Padişah restorandaydık. 6 nəfər gəldik və 75 manat hesab ödədik. Məncə çox yaxşı dəyərdi. Çünki yeməklər həm doyumcul, həm də ləzzətli idi. Məncə gəlməyə dəyər. Reklam deyil bu arada. İyi geçtim Mert'im adamlar. İnşallah biraz Gəncədə falan gezdik. Sonra taksinə evə gəldik. İndi evdə biraz istirahət edəcəyik. Mən də o sırada ev tapşırıqlarımı falan edəcəm. Amma sonra bugün Qarabağın oyunu var və mən çox böyük bir futbol azarkeşiyəm. Həqiqətən ona görə getmək istəyərdim bugün. Əgər alınsa, sonra Qarabağın oyununa da bir yerdə gedərik. Yəni inşallah. Oyunu 19:15'dədir. İndi 16:54'dür. Haradasa bir 2 saat falan var. Rahat. Və saçımı açmaq istəyirəm. Saçımı açanda qıvırcıq olacaq. Və mən qıvırcıq saç üçün ürəyim gedir. Həqiqətən o qədər yaraşır ki, hətta son vaxtda qıvırcıq saçlı insanlara çox pis özənirəm. Amma mənim saçım düzdür. Hörüb açanda isə qıvırcıq olur. Atdıq. Və hamı buradadır. Qarabağ, Qarabağ, Qarabağ.
sonunda 4. numara. Topun muhalefet. Az pesi. Sevindi. Fasiler gelirler. On dakikadan sonra ikinci hisse başlayacağım. Birinci hisse bitti. 4-0. Ümit gözleri 10-0 olsun. Tamam veririm. Hay Allah. Ay Allah. Poz veririm ha. Sizlerle bu uğraşanlar. Kuyruğuna bak. Hay Allah. Ne diyeyim ben? Ürən göndərir zamata. Su bir. Şeydayev gəlir. Ramil Şeydayev mənim best oyuncumdur. Yani onun gəlini eşidəndə sevindim. Tepkim görməlisiniz də, yəni reaksiyamı görməlisiniz. Hanı Ramil Şeydayev? Hanı? Ramil Şeydayev hanı? Gəlsin. Gol oldu 5-0. Gözüm Ramil axtarır hələ də. Ay Allah. Sen şeydayım. 7 uğurlu rəqəmimdir. Galiba dağın edin. Kamilo Duran'dan bir daha gol. Halaldı. Şeydayev. Dururum. Şeydayev'i gördüm, o görsə xoşbəxtəm. Şeydayev. Ve tabii ki tutuşumda 8 Mart'ın unutmadık. Onu da indi yaşayım aldık. İndi yedi biraz yaşayım. İndi ise doydum. Koşup gitmek istiyor su içmeye. Beğendin aşkım 8 Mart hediyevi. Beğendim, çok sağ olun. Oyun çok maraqlı keçdi. Həqiqətən 6-0 uduzduq. Uduzduq deyirəm, utduq. İndi isə saat gecdir və artıq mən 8 Mart vlogumu bağlayıram. Vlogum bu qədər idi. Ümid edirəm ki, xoşunuza gələr. Çox öpdüm. Bye bye. Bir sonraki videoda görüşmək dileğiyle.